Suriye arasında, Türkiye-İsrail arasında gərginliyin piqətdə çatması, hətta İsrailin Türkiyə əraziləri, Türkiyə hərbi baza qurmaq istədiyi ərazilərə hücumları. Bu fonda yəni yaxın şərqdə baş verən hadisələrə istəyərdim ki, çünki yaxın şərq çox həssas bölgədir, birbaşa bizə təsir edə biləcək bölgədir. Hər iki qonşumuz həm Türkiyə, həm İran necə deyirlər, başı cəncərdədir yaxın şərqdə. Bu ilə bağlı istəyərdim sizin təhlillərinizi tamaşaçılarımız necə deyirlər, eşitsinlər. Təşəkkür edirəm İlqar bəy. Bəli, Orta Doğu həssas bölgədir və bu təqribən hardasa bir 100 ilə sökənir. Yəni Osmanlı dağlarından sonra Osmanlı torpaqlarında bir bölgü həyata keçirildi. Amma sonradan yenə bu bölgələr yenidən bu və digər güclərin bir rəqabət müstəvisinə məxtum maraqlarının toqquşduğu bir bölgəyə çevrildi. Təbii ki, burada İraq, Suriya, Liviya kimi dövlətlər vardı. Bunlar bir qədər keçmiş Sovetlərin, SSR-nin nəzarətində olan dövlətlər idi. Təqribən yarım hərbi dövlətlər idi. Sovetlərin özünə oxşuyurdu. Onların SSR-nin proksisi idi. Yəni SSR özü də yarım hərbi bir dövlət idi. Ona görə onun oradakı rejimlərin əksəriyyəti çevrilişlərlə, hərbi çevrilişlərlə gələn hərbiçilər idi. Səddam Hüseyn də, Qəddafi də, Suriyadakı prezident Hafiz Əsəd də, yəni bunlar hamısı hərbiçilər idi. Sovetin himayəsi ilə, maliyyə dəstəyi ilə, silah-sursat, avtomat Kalaşnikov himayə yardımı ilə oradakı hakimiyyətləri ələ keçirmişlər və Sovetlər dağılanda yiyəsiz qaldılar və zaman da həm də açığı onlar İsrailin biraz maraqlarına zidd idilər. Onlar İsrail üçün təhdid yaratırdılar. Və bu həm Sovetlərin dağılması, həm də İsrailin Orta Doğudakı maraqları kontekstində bu dövlətlər yavaş-yavaş müxtəlif yollarla, müxtəlif üsullarla aradan qaldırıldılar. İlk öncə İraq Səddam Hüseyn hücuma məruz qaldı, sonra Liviyada faciələr baş verdi və enində sonunda Qəddafi hakimiyyətdən devrildi və sonra da bu Suriyada baş verdi. Düzdür, Suriyada baş verəndə artıq Rusiya bir qədər güclənmişdi. Ona görə müdaxilə etdi və oradakı o rejimin bir hissəsini, belə deyək ki, qalıqlarını qoruya bildi. Amma Suriya artıq parçalanmışdı, dağılmışdı, orada 2-3 nüfuz dairəsi yaranmışdı. Sonradan da bir müddət Rusiya güclü olduğu dönəmdə İranla birləşib oranı saxladı və çox maraqlıdır ki, İraqın, Suriyanın, Liviyanın dağılmasında ABŞ və onun müttəfiqləri, Fransa və digər Avropa ölkələrinin xüsusi rolu var idi. Amma sonradan onların orada mövqeləri zəiflədi və İranın mövqeyi gücləndi. Maraqlı bir məsələ idi. Sanki ABŞ çıxırdı, onun yerinə İran girirdi. İraqda və Suriyada xüsusilə bunu biz gördük. Liviyada isə parçalanma oldu, indi də hələ də davam edir, yəni vahid hakimiyyət formalaşmadı. Böyük baxanda sanki Amerika bu dövlətləri, bu coğrafyanı, hakimiyyətləri, dövlətləri devirdi, yıxdı, amma yerində normal bir şey qurmadı. Sanki orada bir xaos saxlanıldı, bir yiyəsizlik, bir cəngəllik və bunun da sayəsində orada terror üçün münbit mühit yarandı. Və sonradan orada IŞİD yarandı, orada Həşd-i Şabi yarandı, PKK, PYD, YPG. Yəni kim bir terror təşkilatı yaratmaq istədisə o coğrafya üst tutdu. Çünki orada demək olar ki, pərakəndəlik, hakimiyyət boşluğu və olan hakimiyyətlərdə çox zəif, belə məsələn, deyək ki, İraqda bir üçlü hakimiyyət var idi. Prezident Kürdlərin nümayəndəsi, nə bilim, baş nazir sünnilərin, parlament sədri şiələrin və s. belə bir şərti bir bölgü var idi. Yəni Livanda olduğu kimi. Yəni bunlar zəif hakimiyyətlər sayılırdı. Ona görə də burada o yiyəsizlik şəraitində terror təşkilatları yarandı və bölgə bir qədər də qarışdı, bir qədər də xaosa sanki buraxıldı. Amma anlaşılan oydu ki, sanki plan buydu, böyük proje buydu. O coğrafyada bir belə yiyəsizlik olmalıydı, bir dövlət boşluğu olmalıydı, bir dövlət avtoritetinin yoxluğu olmalıydı və sanki hansı gələcək böyük layihələr üçün buranı bir xammal kimi saxlayırdılar. Bu bölgə saxlanılırdı. Bax, təəssürat belə. Amma İran, deyirəm, o bölgədə həmin o boşluqları İran əhəmiyyətli dərəcədə doldurdu və sonradan Suriya üçün İranın oradakı varlığı, daha doğrusu İsrail üçün İranın mövcudluğu orada
təhdid yaratdı və biz uzun müddət İsraillə İranın proksilərinin qarşı durmasını gördük. Sonradan Həmas-İsrail savaşı başladı. Hizbullahla, Ensarallahla İsrailin qarşı durması oldu. Sonra biraz da münaqişə böyüdü, Qırmızı dənizə qədər getdi, çıxdı və s. Yəni, bu qərb ölkələrinin, başda Amerika olmaqla, Amerika Birləşmiş Ştatları olmaqla, yaratdığı buradakı bu boşluq, bu hakimiyyətsizlik və xaos, təbii ki, o müqəddəs yerlər boş qalmadığı kimi, yerini bir qədər də, belə deyək, sıxıntı ilə, daha da ciddi problemlərlə, dediyim kimi terror təşkilatlarının münaqişəsi ilə, yəni o, belə deyək, zənginləşdi və əvəzləndi. Yəni, indi pis yaxşı bir, məsələn, Suriyada bir, deyək ki, Əsəd rejimi var idi. Hər halda dövlətə oxşuyurdu. Amma onun yerində olan şey daha idbar idi və daha təhlükəli idi. Eyni şeyi İraqla da bağlı demək olardı və nəhayət enində sonunda yəni bu coğrafyanın taleyi bədirlənməli idi, müəyyənləşməli idi. Məsələn, Suriya Rusiya nəzarət edirdi. Rusiya ilə İranın orada bir işbirliyi var idi. Müəyyən bir hissədə də Türkiyənin, yəni xüsusilə bu Türkiyə ilə həmsərhəd bölgədə o tanınmışdı. Amma biz görürdük ki, İsrail istədiyi vaxtı Suriyanın ərazilərinə girirdi və oranı bombalayırdı. Məsələn, Türkiyə təyyarələri ora girə bilmir. O Rusların S-400'ləri ona icazə vermirdi. Amma İsrail istədiyi vaxtı girirdi, xüsusilə İranın oradakı bazalarını, İranın o generallarının, deyək ki, hərbiçilərinin komanda punktlarını falanlarını rahatça vururdu, çıxırdı. Yəni bu bir növ İsrail üçün də sanki maraqlı deyildi ki, orada ciddi bir avtoritet olsun, ciddi bir dövlət olsun. Bəlkə də o, belə də düşünmək olardı ki, elə ola bilsin o böyük Orta Doğu projesi vardı, böyük İsrailli, bəzən ona böyük Kürdistan deyirlər. Sanki bax elə bir o layihə üçün ora boş saxlanılırdı. Amma vəziyyət dəyişdi, dünyada xüsusilə Rusiya-Ukrayna savaşı dünyanın düzənini dəyişdi. Artıq əvvəlki sanki sərbəstlik, o rahatlıq aradan qalxdı və yavaş-yavaş anlaşıldı ki, əslində mövcud dünyanın o təhlükəsizlik arxitekturası işləmir daha. Güvənli deyil. Güvənli deyil. Bunu da dəyişmək lazımdır. Amma necə dəyişmək? Aydın məsələdir ki, hər zaman dünya yenilənəndə, o sıfırlananda və bir qayda olub müharibələr üzərindən baş verir. Dünya niyə yenilənir, yenə sıfırlanır? Ona görə ki, artıq demək ki, son 200 ildir dünyanı idarə edən böyük dövlətlər, böyük güclər yaranıb. Əvvəllər biraz fərqli idi. Yəni, kim arada bacardı bir dövlət qururdu və öz coğrafiyasında, öz bölgəsində hakim idi. Amma təqribən 19-cu əsrdən sanki aradan qalxdı. Dünya küncəlləndi və dünyanın böyük gücləri, xüsusilə texnoloji inkişaf, uğur qazanan qərb ölkələri dünyanı işğal edə bildilər və bir nüfuz dairələrinə böldülər. Daha Birinci Dünya Savaşına qədər də müəyyən, məsələn, Osmanlının, Avstriya, Macarıstanın, Rusiyanın da yerini, haqqını tanıdılar, amma düşündülər ki, onların da nəzarət elədiyi ərazilərə nəzarət eləsələr daha yaxşı olar. Yəni, Birinci Dünya Savaşından sonra bu imperiyaların da bir hissəsi aradan qaldırıldı və küncəllənmə sanki biraz da sıxlaşdı. Artıq dünyada 3-4 böyük dövlət var idi ki, onlar dünyanın fərqli coğrafiyalarına nəzarət edə bilir. İkinci Dünya Savaşından sonra məncə bu tamam bitdi. Tamam, hər şey bitdi, başa çatdı. Almanya, deyək ki, nisbi müstəqil idi. O da məğlub oldu və işğal olundu. Yaponiya, Hind-Pasifistdə sərbəst idi. O da bir imperiya idi. Yəni, öz ağlını kəsirdi, onu eləyirdi. Birinci Dünya Savaşına qədər Osmanlı nə idisə, İkinci Dünya Savaşına qədər də Yaponiya oydu. Onu da məğlub elədilər və ondan sonra dünyanı 5 imperiya bölüşdürdü. 5 imperiya öz arasında bölüşdürdü və onlar da sonradan BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri oldular. Yəni, dünyada, belə deyək, bu 5 dövlət arasında bir dəngə quruldu. Bəzən onlar bir-birlərinin o nəzarət elədiyi coğrafiyalara girdilər. Bəzən, məsələn, deyək ki, Birinci Dünya Savaşından sonra Suriya, İraq falan bunlar Britaniyanın, Fransanın işğal zonasıydı. Yəni, o Osmanlını onlar məğlub edəndə həmin əraziləri özlərinə götürmüşdülər. Amma orada da bölüşdürmüşdülər. Bir neçə dövlət yaratmışlar. Formal olaraq dünyada milli dövlətlər qurmuşdular. Amma bu milli dövlətlər dediyim kimi o 5 imperiyanın nüfuz dairəsinə bölünmüşdür. Təbii ki, bunların bəziləri açıq, bəziləri də gizli. Bu imperiyaların bir növ proksisi idi. Onun
işğal zonası idi, onun müstəmləkəsi idi. Yəni oranın gəlirlərini, sərvətlərini, əhəmiyyətli bir hissəsini, necə vergisinin, naloqun, yəni verirlər bu imperiya. İndi orada bir nisbi müstəqillik var idi, bir dövlətə oxşayan bir şey də var idi və var, yenə də var. Hətta bəzi yerlərdə biz görürük krallıqlar var, bəzi yerlərdə nə bilim başqa nələr var, falanlar var. Amma dediyim kimi bu onların hər birinin öz sahibiyyəsi var və o sərvətlər sahibiyyəsinin də vergisi, naloqu verilir. Necə ki, vaxtilə imperiyalara verirdilər o vassal dövlətlər. Yəni dünyada indi belə deyək də bu dövlətlərin əhəmiyyətli bir hissəsi vassal dövlətləri. Amma bax bu 2-ci Dünya Savaşından sonraki dövrdə yenə vəziyyət dəyişdi. Bəzi dövlətlər gücləndi. Məsələn, Çin gücləndi. Hindistan böyüdü iqtisadi cəhətdən. Düzdür, Britaniya çıxmışdı, amma Hindistan əhəmiyyətli dərəcədə ondan asılı idi. Amma yavaş-yavaş getdikcə gücləndi və sanki müstəqilləşdi. Eyni şeyi Çin barədə demiyorlar. Çin getdikcə gücləndi, o vaxtilə Rusiyanın nüfuz dairəsi idi, ya daha doğrusu SSR-nin işğal zonası idi. Amma sonra gücləndi, SSR-nin nəzarətindən çıxdı. Ona tabe olmadı. Sonra da Amerikanlar orada bir işbirliyinə getdilər, Çini gücləndirdilər, hətta Çini Rus SSR-yə qarşı qoydular. Bunların arasında bir münaqişə yaratdılar və s. Yəni bax, bu 2-ci Dünya müharibəsindən sonra yaranan dəngə tədricən pozuldu. Avropada məsələn Almaniya gücləndi, böyük bir sənaye dövlətidir, varlıdır, amma dünyanı idarə edən imperiyalardan biri deyil. Amma düşəndə sözünü deyir, Yaponiya yenidən gücləndi, Türkiyə gücləndi, İran gücləndi, hətta İsrail, baxmayaraq ki, əhalisi, ərazisi azdır, amma İsrail də artıq, çünki dünyada çox güclü bir yahudi lobbisi var, yəni həmin o yahudi lobbisinin dəstəyi ilə İsrail də artıq, o da belə deyək, köynə dəngələri qəbul eləmir, ərazisini genişləndirmək istəyir, o da istəyir ki, daha böyük coğrafiya sahib olsun və s. Və Orta Doğuda Kürtlər üzərindən, PKK üzərindən də müəyyən hesablar oldu. Rusiya PKK-nı yaratdı, o maraqlı idi ki, əslində burada da məqsəd nə idi? Bu coğrafiyada Kürtlər, Ərəblər, Türklər hər zaman bir yerdə yaşayıblar və milli ayrı seçkilik olmuyor, ümmətçilik. İslam bunları bağlayır. Yəni burada millətçilik 20-ci əsrin menüsündə meyvəsidir, o stola verilən təamlarıdır. O vaxta qədər dini kimlik, müsəlmançılıq bəs eləyirdi və əslində müsəlman şərqində də elə bu müsəlmançılıq bu xalqları bir arada tuturdu. Sonradan buranı parçalamaq üçün, onların arasına girmək üçün, bu coğrafiyanı işğal etmək üçün bu millətçiliyi hətta bəzən bir virus kimi də demiyorlar, atdılar bura və bu zəmində burada parçaladılar, qarşıdurma yaratdılar. Yəni birinci mərhələdə Türk-Ərəb qarşıdurması yaratdılar. İndi 2-ci Dünya Savaşından sonra da bunu Ruslar da, Qərb ölkələri də, təbii ki, onların kəşfiyyat orqanları gizli formada Türklərlə Kürtlər arasında bu ayrımçılığı yaratmağa başladılar və onun üzərindən bu coğrafiyanı yenidən fərqli bir dizayn eləmək. Burada belki bir Kürt dövləti qurmaq, onu Türkiyə ilə üz-üzə qoymaq, Ərəb coğrafiyasına üz-üzə qoymaq. Yəni belə planlar dövrəyə girdi. Yəni bax, həmin planlar hələ də diridir. Bu coğrafiyada hələ də o planlar üzərindən bir sıra məsələlər həyata keçirilir. İndi İraqda bir Kürt muxtariyyatı var, Suriyada yaradıblar. Təqribən İrana və Türkiyə aid hissəsi qalır. İndi İran hədəfdədir, sonra da təbii ki, Türkiyəni düşünür. Yəni bax, Böyük Kürdistan projesi var. Və Türkiyənin öz projesi var. Türkiyədə özü böyümək istəyir, özü güclənmək istəyir. Onun da adını Yeni Osmanlısı, Yeni Osmanlı layihəsi adlandırır. Bunu daha çox İsrail adlandırır. Yəni İsrail, Böyük İsrail qurmaq istəyir, Türkiyə Böyük Osmanlı qurmaq istəyir. Və yaxud da əksinə deyək. Türkiyə deyir ki, İsrailin bu planları var, İsrail də deyir, Türkiyənin bu planları var. Yəni o PR üzərindən burada bir rəqabət var və Suriyada bir rəqabət var. Türkiyə istəyir ki, Suriyada bir güclü dövlət yaransın və təbii ki, Türkiyəyə yaxın, ona müttəfiq. İsrail də istəyir ki, o coğrafiyaya Türkiyənin ya başqa dövlətlərin nəzarəti olmasın. İstədiyi vaxtı girsin, çıxsın. İndi o İsrailin o təbii ki, ərazilərlə də bağlı iddiaları var. Xüsusilə bu olan təpələrini, orada su ehtiyatları falanları çoxdur. Oradakı xalq var, Rızlar var. Ruslar. Rus. Onlarla deyək ki, münasibətləri var. Yəni o bölgə daha çox onlar ya etnik çoxluq olaraq onlar yaşayır. Yəni İsrailin də qısası bu coğrafiyada sanki gözü var. Amma Türkiyə orada xüsusilə bu son baş verən hadisələrdən sonra Türkiyə İsrailə demiyorlar ki, hərbi siyasi nəzarəti ələ keçirib, nəzarət edir və Suriya xalqının əslində maraqlarına uyğun, ən uyğun odur. Çünki Türkiyə və İsrail, yəni Ərəb-Türk
min illər boyu bir coğrafiyada yaşayıblar, Osmanlının içində yaşayıblar, müsəlmançılıq var, coğrafiya çox yaxındır, tarixən ticarət əlaqələri var, həmin coğrafiyada türkmənlər yaşayır, Türkiyənin o ərazilərində onlar bir 10 ildən çox gəlib qalıblar, Türkiyə onları himayə edib, bir doğmalaşma gedibdir, təhsil alıblar, bir mədəni alış-veriş baş veribdir. Yəni, Türkiyə ilə bu gün Suriya demək olar ki, bir-birlərinə son dərəcə ehtiyacı olan iki dövlət, iki coğrafiya və yaxud da qonşu dövlətlər kimi anlaşılandı. Yəni, Türkiyə lazım olan Suriyada var, Suriya lazım olan Türkiyədə var. Amma dediyim kimi İsrailin öz maraqları var. İsrail də böyüməyi düşünür, genişlənməyi düşünür və eyni zamanda burada Türkiyənin güclənməsini istəmir. Türkiyə də burada güclənəcəksə, xüsusilə bu bilirsiniz, 5 dövlətlə bir anlaşmaları oldu. Burada İraq, Suriya, Livan, İordaniya və Türkiyə bir araya gəldilər, bir razılaşdılar ki, orada bir birgə fəaliyyət olsun. Xüsusilə Suriyanı da birgə himayə eləsinlər. Bu terror təşkilatlarına qarşı birgə mübarizə aparsınlar. Və gələcəkdə orada ümumiyyətlə o dövlətlərin o təhlükəsizlik çətiri funksiyasının əslində Türkiyə bir formada üzərinə götürdü. Və indi Türkiyənin bilirik ki, hərbi sənaye kompleksi çox yaxşı işləyir. Yəni, xüsusilə hava hücumundan müdafiə sistemləri, yeni sistemlər Türkiyə yaradır. Yəni, ehtimal olunur ki, gələcəkdə Türkiyə bu coğrafiyanı həm də qorusun, oranın təhlükəsizliyini hava hücumundan müdafiə sistemləri ilə təmin etsin. Bu da İsrailin oradakı maraqlarına təbii ki, cavab vermir. Ona görə də bir İsrail-Türkiyə qarşı durması görürük. İndi bu Amerika, Netanyahu'nun ikinci səfərindən sonra anlaşılan odur ki, Amerika görünür Türkiyə ilə İsrailin savaşmasını istəmir. Zaten də həm Türkiyə, həm də İsrail onlar da etiraf elədilər ki, onlar üzrə gəlmək istəmirlər, savaşmaq istəmirlər. İndi qalır anlaşmaq, ucraşmaq. Mən də düşünürəm ki, yəqin ki, enində sonunda İsrail və Türkiyə burada anlaşarlar. İndi düzdür, Türkiyə daha ədalətli hesab olunur. Mən yəni düşünürəm ki, Türkiyənin mövqeyi daha ədalətli. Çünki məsələn elə prezidentin də Xaricilər Nazirinin də mövqeyidir. Beləliklə onlar deyir ki, Suriya Suriyalılarındır. Biz sadəcə onlara kömək edirik. Yəni bu xalqın başına 10-15 ildir hər cürə müsibəti gətiriblər. İndi biz istəyirik ki, orada bir normal dövlət qurulsun. Yəni orada bir oyuncaq rejim olmasın. Yəni tədricən orada bir demokratik hakimiyyət, demokratik bir idarə etmə yaransın. Xalqın yaraları sağalsın. Yəni orada iqtisadiyyat, idarə etmə, normal bir məsələn deyək ki, bu NATO standartlarına uyğun bir ordu yaransın. Yəni Suriya nəhayət bu ayaqaltı olmaqdan qurtulsun. Suriya xalqına bir Suriya rifah gəlsin. Açığı həm də Suriyada rifah olanda, sabitlik olanda Türkiyə üçün də bu olduqca əlverişlidir. Çünki onda qaçqın gəlmir, köçkün gəlmir. Türkiyə yəni o ölkənin o sıxıntılarını yaşamır. Yəni bu baxımdan Türkiyə maraqlıdır ki, orada sabitlik olsun. Yəni bax, İsraildə təbii ki, öz maraqları var. Xüsusilə də bu PYD, YPG üzərindən öz maraqları var. Yəni deyək ki, İsrail onları himayə edir və gələcəkdə onlar üzərindən özünün orada o böyüməsini, bölgəsi hakim olmasını düşünür. Amma açığı mən düşünürəm ki, dünya dəyişir. Xüsusilə Trump'ın indi Amerika gələndən sonra elədikləri çox sürətlə Amerikanın özünün o orbitindən çıxarır deyə də bilərik və yaxud da orbitinə qaytarır da deyə bilərik və yaxud da Amerikanın o əvvəlki bir missiyası ki var idi, qlobal bir güc idi, dünyanın demək olar ki, istənilən bölgəsinə əli çatırdı. Yəni, İsrailin də əslində burada gücü görsənməsinin elə səbəbi arxasında Amerikanın olmasıdır. Təbii ki, o Yahudi lobbisinin də köməyi dəstəyi var, amma əsas Amerika, Avropa da dəstək göstərir. Xüsusilə Amerikanın hərbi və siyasi dəstəyi İsraili bu mövqeyini gücləndirir. Amma indi Amerika Trump'ın moderatorluğundan təqribən belə deyək, para doğru gedir, indi müzakirə edəcəyin yəqin. Bax, bu gedişatla ola bilər Amerika birazdan bu bölgəyə də əli çatmasın. Ona görə məncə bölgədə indiki bizim o, belə deyək də, böhran olaraq gördüyümüz gerçəklik ola bilsin bir ildən, 2 ildən sonra dəyişsin. Tamam başqa bir reallıq yaransın. Tamam başqa bir situasiya yaransın. Heç o indiki narazıçılıqlara lüzum qalmasın. Yəni doğrudan da dünyada çox ciddi bir yeniləşmə gedir. Bir çox şeylər dəyişir. Belə. Yəni, Elqar bəy, mən bu Orta Doğu ilə bağlı, yəni Yaxın Şərqlə bağlı biraz əhatəli danışdım. Ona görə ki, sizin sualınızın cavabı daha çox, yəni onun biraz da tarixi kökləri və s. araşdıranda
dolğun cavabı olur. Yəni belə hesab edirəm ki, Orta Doğunun problemləri var, amma bu günləri daha kritik bölgələr var. Rusiya-Ukrayna savaşı, Amerikanın üzündə baş verənlər, dünyada iqtisadi mücadilə, rüsum savaşları və s. onlar əslində bu gün önə çıxıblar və mümkündür ki, Orta Doğu birazdan öz aktuallığını itirsin. Amma təbii ki, orada Fələstin-İsrail qarşıdurması və digər sorunlar hələ də qalmaqda davam edir. Yəmənlə Amerikanın qarşıdurması, Yəmənlə İsrailin toqquşması. Yəni, hələlik bir mənalı demək olmaz ki, Orta Doğuda yaxın zamanlarda sülh olacaq. Amma gərginlik əmsalı baxımından bəzən digər bölgələrdəki münaqişələr Orta Doğunu ikinci plana keçirir. Orta Doğu ilə oradan başlamışdıq. Mənim indi deməyim odur ki, Orta Doğuda yəni müəyyən sorunlar var. Amma hər halda nəzərə alsaq ki, bugün ərəb coğrafiyası həm də bir beynəlxalq platformadır. Son vaxtlar görürük, Səudiyyədə danışıqlar gedir, Almanda, Qətərdə bir çox məsələlər çözülür. Yəni, hər halda Yaxın Şərqin, ərəb ölkələrinin, Orta Doğunun sorunları varsa, avantajları da var. Həm də nəzərə alsaq ki, bugün Körfəz ölkələri dünyanın ən zəngin ölkələri hesab olunur. Trump iş səfərini Səudiyyəyə edəcəyini bildirib. Yəni, hər halda bu bölgə dünyanın həm də əhəmiyyətli bir bölgəsidir. Suriya ilə bağlı məsələlərdə, Fələstinlə bağlı məsələlərdə təbii ki, o məsələlərdə də yəni yenə fərqli mövqelər var. Ərəb ölkələrinin bir çoxu, məsələn, elə Fələstinlilərlə də bağlı məsələdə təbii ki, ABŞ ilə, İsrail ilə fərqli mövqelərdədirlər, barışmırlar, yəni onlar Fələstinliləri müdafiə edirlər, Suriya dəstək olmağa çalışırlar. Yəni, hər halda coğrafiyada müəyyən sorunlar da var, dediyim kimi avantajlar da var. Belə deyə bilərik. Əli bəy, dünənki Trumpla Netanyahu'nun görüşündən sonra belə İsrail mətbuatında kəskin etirazlar var. Yəni ki, alçaldıqlarını iddia edirlər, yəni Amerika tərəfindən, Trump tərəfindən. Bundan da əlavə yəni Netanyahu'nun Trumpdan istədiklərini əldə edə bilməməsi görüşləriniz nədir? Yəni ən azından məsələn İsrail-Türkiyə münaqişəsi və yaxud həmçinin İsrail-İran, Amerika-İran münaqişələrinin olması isti toqquşmanı neytrallaşdırmağa hesablana bilərmi? Yəni bu İlqar bəy, vəziyyət çox da sadə deyil. Və ABŞ bu gün o lüksün, o komfortun sahibi deyil ki, istədiyi dövlətin üzərinə geçsin, istədiyi dövləti yıxsın, nə bilim, məğlub eləsin, bombalasın. İndi İranla bağlı düzdür, təhdidləri var Trump'ın, amma bu Türkiyə üçün keçərli deyil. Əvvəla Türkiyə kifayət qədər ölçülüb-biçilib xarici siyasət aparır. Digər tərəfdən də mən düşünürəm ki, əslində Türkiyədəki bugünkü hakimiyyət, idarə etmə Trump'ın davam etdirdiyi dəstək xəttlə uzlaşır, üst-üstə düşür. Yəni, belə deyək də, şərtli olaraq bugün Trump da bir ulusalçı gücdür, Türkiyədəki hakimiyyətdəkilər də ulusalçı güclərdir. Ona görə Trump bugünləri o Erdoğan hakimiyyətinin, Türkiyədəki indiki hakimiyyətin zəifləməsini istəmir. Yəni, bu baxımdan da Netanyahu'nun istədiyi hər bir şeyə təbii ki, o elə dərhal razılaşası deyil. Həm də açığı ictimai rəy də var. İndi bugün elə Həmasla İsrail arasındakı qarşıdurma açığı İsrailin özü üçün də, Netanyahu hakimiyyəti üçün də çox ciddi sorunlar yaradır. Elə Trump üçün də müəyyən problemlər yaradır. Yəni bugün Amerikada biz bilirik ki, artıq getdikcə xalq fəallaşır, meydanlardadır. Elə dünən bütün günü bu televiziyalar, informasiya qaynaqları o informasiyanı bölüşürlər ki, Amerikada 1200 miting baş verib. Yəni Trump'ın bu böyük islahatları Amerikanın özündə də çox ciddi sorunlar yaradır. Ona görə də təbii ki, Trump Netanyahu'nun istədiyi hər şeyi onun istədiyi kimi təqdim edə bilmir. Yəni onun da limitləri var. Bu başa düşüləndir. Amma hər halda indi qapalı görüşlər olub, bildiyim qədər o mətbuat üçün açıq deyildi. Ola bilsin, orada hansısa məsələlərdə anlaşıblar, uzlaşıblar, hansısa məsələlərdə anlaşmıyorlar. Hər halda İran indi daha önəmlidir. Yəni İran qabağa düşüb. Məncə eyni vaxtda həm İran, həm də Türkiyə ilə
qarşı durma nə Amerikaya, nə də İsrailə sərf eləməz. Yəni bu baxımdan Amerikanın hər halda siyasəti daha ölçülü biçilidir. Yəni Trump mümkün olan şeyləri edir. Yəni bu baxımdan ola bilsin ki, bəli, Netanyahunun istədiyi hər şeyi ona verməyiblər. Amma bütün hallarda nəzərə alsaq ki, Netanyahu ilə Trumpın da əməkdaşlığı var, yaxınlığı var, dostluğu var. Ümumiyyətlə, Trumpın hakimiyyətə gəlməsində Netanyahunun çox böyük dəstəyi var. Amma dünyada da kifayət qədər ciddi problemlər var. Rusiya ilə bugün Amerikanın sorunu var, Çinlə sorunu var, Avropa İttifaqı ilə qarşı durması var. Nə bilim, dünyanın fərqli coğrafyalarında İranla, Koreya ilə və s. Yəni, dediyim kimi, Amerikada bugün bir çox şeyləri ölçülü biçili etmək məcburiyyətindədir. Yəni, bu baxımdan mümkündür ki, Netanyahunun istəkləri ilə Trumpın istəkləri üstə düşməsin və Türkiyə ilə bağlı, Türkiyə prezidenti ilə də bağlı Trumpın o xoş sözlər işlətməsi, ola bilsin, o da bəlkə bir mesaj idi, bir formada da demək istəyirdi ki, mən Türkiyə ilə münaqişə yaratmaq istəmirəm. Və yaxud da Türkiyə-İsrail gərginliyinin çözülməsinin tərəfdarıyam. Orada problemin olmasından maraqlı deyiləm. Yəni, bu baxımdan anlaşılandır. Hər halda Netanyahunun dostudur. Yəqin ki, onun istədiyi hansısa şeyləri verdi ona. Amma ola bilsin ki, istədiyi hər şeyi vermədi. Dönəmdə olduqca məsuliyyətli bir dönəmdir. Yəni, artıq Trump da getdikcə anlamağa başlayır ki, o gücü çata biləcək qədər bu problemlərə, belə deyək, gərginliyə baş vurmalıdır. Həddindən çox xaos, həddindən çox münaqişə açığı Trumpın öz hakimiyyətini də, ümumiyyətlə Amerikanın bütövlüyünü də təhdid edir artıq. Artıq bilirsiniz, Kaliforniya Amerikadan ayrılmaq barədə düşünür. Yəni, sabah bu məsələ Amerikanın digər ştatlarında da başlaya bilər. Zaten də Amerikanın içində çalışacağını, gəlib böyük Amerika quracağını vəd edən Trump, indi həddindən çox dünyanın problemləri ilə yüklənib. Əslində, onun dediyi ilə bugün elədikləri üst-üstə düşmür. Normalda Trump deyirdi ki, mənim dünyanın işim yox. Mən çəkilirəm, böyük Amerika qururam. Mənim indi uzaqbaşı Kanada ilə, Qırlandiya ilə, nə bilim, Meksika ilə məsələlərimi çözəcəm. Orta Doğuda nə işimiz var bizim? O, hər zaman onu deyirdi ki, Orta Doğuda Amerika 7 trilyon pul xərcləyib. O qədər pulu qoysaydılar, bir Amerika boyda Amerika qurardılar, inşa edərdilər. İndi o, Orta Doğuda, başqa coğrafiyada zaman itirmək istəmir. Hətta bildiyim qədər Suriyadan belə hərbi qüvvələrini çəkmək istəyir. Düzdür, Pentagon deyəsən o fikirdə deyil. Amma yəni Trump bir formada Amerikanın içinə çəkilməsini istəyir. Trump Amerikanın dünyanın problemləri ilə yüklənməsinin əleyhinədir.